ötən verişimizdə sizin də qardaşınızla bağlı verdiyiniz açıqlama çox müzakirələrə səbəb oldu. Çox müzakirələri, çox saytlar paylaşdı, çoxları yazdı, jurnalistlər nə qədər zəng elədilər. Ondan sonra ümumiyyətlə mən bir şey deyim ki, başı bəlalı sona mən özümə boş yerə demirəm. Mən bilmirəm ümumiyyətlə məndən nə istəyirlər. Bilmirəm, məni istəyənlərə sözümü... Biraz yaxına gələk. Məni istəyənlərə sözümü demirəm, zaten məni istəyirlər. Məni istəməyənlər niyə məni rahat buraxmırlar, mən başaça bilmirəm. Kök oluram, bir cür müzakirələr olur ki, bu nədir, bu nədir. Arıqlayıram, iki cür müzakirələr olur ki, ay bala, hər yanda barbar bağırıram ki, müalicə ilə arıqlamışam, odur, budur. Deyirlər ki, yox, bu mütləq mədə kestirib. Deyirəm, ay cəmaat, mən il yarımdır həkimin adını belə efirlərdə çəkirəm. Yəni, bunu mənim mədəmi kəsən, nəhayət bu il yarımda çıxıb ortalığa deməz ki, ya, ay bacı, əziyyət çəkib sənin mədövi kəsmişəm. Sən niyə mənim adımı çəkmirsən? İndi nədə qınayırlar? İndi də başlayıblar ki, bu açığı sizə deyim. Mən bilirsən ki, bayaq boş yerə vurğulamadım ki, mən çox cəsarətli insanam. Və nə edirəmsə, yəni efirdə nə edirəmsə, səhnədə nə edirəmsə, tamaşaçıma görə edirəm. Tamaşaçının gözü yorulmasın, məni hər zaman fərqli-fərqli görsünlər. Danışmadan bir cəsarətinizi göstərə bilərsinizmi? Danışmadan. Göstərirəm. Göstərirəm. Bu addımı niyə atdı Suna xanım? Bu addımı ona görə atdım ki, mən bezmişəm. Hamı yazır, bu qızın xəstəliyi var, İraq olsun. Bu xərçəngdir, saçı keçəldir, şeydir, nə bilim, saç qoyur, nə bilim neyini. Əşi, saçı, mən aktrisa adamam, mən səhnə adamıyam. Mən istər-istəməz hər zaman insanların eyni imicdə gözünü yora bilmərəm ki, bir dəfə də dəyişiklik olmalıdır da. Dəyişirəm, bir gün belə istəyirəm, bir gün elə istəyirəm. Nədir ki, bu problem nədir? Gerək nəsə saç qoyur. O qədər bizdə sənət adamları var ki, saç da qoyurlar, o da eləyir. Heç kəs qınanılmır. Bir dənə məni daşqalağa tuturlar ki... Sizə bir dənə bir söz deyim, siz niyə onlara baxıb fikir verirsiniz? Yox, bilirsiniz niyə? Məni ən yandıran bilirsiniz nədir? Yenə də canı cəhənnəm, keçəl deyəndə adam keçə bilir. Allah uzaq edir. İndi də cəmaət elədi ki, Cəmilə xanım, toya gedir, pul qazanır, evinə bilirsiniz, çörək aparır. hər kəs tənqidlərə rahat deyil. Sonra xanım mənə zəng elədi, telefonda necə ağlayırdı ki, Yalçın, mən artıq bezmişəm. Yəni bezmişəm də, olmaz da belə, bəs sürün, budur. Öz saçlarımdır, özümkidir. Keçəl döyürəm, xəstəliyim yoxdur, Allahıma qurban olaram, şükürlər olsun, min şükür. Məni istəməyənlərin gözü çıxsın, istəyənlərin canı sağ olsun. Hələ sənin gözəl iradən var ki, arıqlamısan, kəş məndə də olaydı. Mən bir şeyə məhdəl qalmışam ki, bu qədər, yəni, mən ona görə... Bu danışanlara niyə fikir verirsiniz? Danışanlara bilirsiniz necə? Danışan ona danışan olayı. Siz öz həyatınızı yaşayın. Bütün sosial şəbəkələrdə, ya YouTube'da paylaşımlar olur, ya nəsə ağzını... Olmaz da belə. Siz belə də gözəlsiniz. Əyləşin. Diaqnoz qoyurlar. Hələ bir ki, baş həkim olardılar. Sizə mənə bir şey deyim. Gəlmişəm, bu xərçəngdir. Bir dəqiqə, YouTube'da da altdan yazan, bu sosial şəbəkələrdə altdan yazanlar hamısı elə aktyor, aktrisa, müğənnilər, hansı ki, evdə qalıb heç kəsə lazım olmayanlardır. Mən sizə əminliklə deyirəm bunu. Əminliklə. Bundan da uzundur. Bilirəm, başqa şeylərlə yazılır. Qurban olaram sizə. Sizə görə edirəm, vallahi sizə görə edirəm. Hər dəfə eyni sima görməyəsiniz, bir dəfə də fərqli görəsiniz. Nə olar ki, bir dəfə də anlayışlı yanaşın da.